Bugün servisimizin qonaqlarından biri Mercedes W211 Cruzadır. El arasında panorama 112 mühərriklə təchiz olunub bu avtomobil. Avtomobildə kəskin şəkildə yağ azalma problemi var idi və aydınlaşdırdıq ki, problem klapan sanitlərindən qaynaqlanır. Klapan sanitləri burada söküldü, avtomobilin üzərindən çıxarıldı. Burada da görsənir, bərbad vəziyyətdədir, quruyub və yenisi ilə əvəz olunacaq. Və rulavoyunda yağını dəyişməyə qərarına gəlir, çünki bərbad vəziyyətdə idi. Rulavoy yağı da dəyişilir. Burada yeni yağı əlavə edirik və dövriyyə şulankından sistemdə qalmış digər köhnə yağı da çıxardacağıq. Və tərtəmiz yenidən təzə yağı əlavə edəcəyik avtomobilə. Digər bir problem isə yanacaq sərfiyyatının çoxluğu idi və farsunkalardan qaynaqlanır. Bu problemdə farsunkalarda yuyulub, sistemdə olunub, müştəriyə təhvil veriləcək. Müştərimizə xeyirli, uğurlu olsun. Sizin də avtomobilinizdə bu kimi problemlər varsa, servisimizə müraciət edə bilərsiniz.